Bildim ya qardaş. Sənin işin nədir qardaşım? Süpürmək deyil. Süpürürəm ya qardaş. Mən süpürürəm deyə sən bura pis vəziyyətə salmalı deyirsən axı. Nə demək istəyirəm? Demək istəyirəm ki, yəni sən başa düşmədin də ki, onu atmaq olmaz yerə. O sənə çatmadı. Sən onu aşağılayırsan da. Yox, nə aşağılamaq? Şiddən qardaş, əmək haqqı alırsan da buna görə. Qardaş, əmək haqqımı ona görə almıram axı. Əmək haqqı. Simska da zibildək təbiidir. Zibilli onda Söyüş söymür. Yox, söyüş söymür. Qardaş. Esselamu aleykum, dəyərli izləyicilər. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm belə buyurmuşdur. Kim bir günah görərsə, onu əli ilə dəyişdirməyə çalışsın. Əli ilə dəyişdirməyə güc çatmazsa, onu dili ilə dəyişdirməyə çalışsın. Dili ilə dəyişdirməyə də güc çatmazsa, qəlbi ilə düzəltməyə çalışsın. Biz də bu günləri Fərid qardaşımızla bir yerdə sosial eksperiment keçirərək bunu yoxlayacağıq. İnsanlarımızın, Fərid qardaşımızın yeri süpürdüyü halda mənim yeri zibilləməyimə necə münasibət bəsləyəcəyini, əli iləmi, dili iləmi reaksiya verəcəklərini yoxlayacağıq. Qardaş, çırtıyıb yerə tökmədən onu. Nə var ki, qardaş, burada sıtlayıram da? Necə var, qardaş, təmizliyi görmürsən, təmizləyirəm. Təmizləyirsən, yaxşı eləyirsən, təmizləmə işini də sənin haqqı vermir. Qardaş, mən deyə tökürsən, bunu bura. Nə olsun? Bildim ya, qardaş. Sənin işin nədir, qardaşım? Süpürmək deyil. Süpürürəm ya, qardaş, mən süpürürəm deyə sən bura pis vəziyyətə salmalı deyirsən axı. Dost salıram da. Hətta süpürə yeyəndə bu halı salırsan. Yox, qardaş, oturmuşam, hava alıram. Təzəlicə gəlib əyləşdim ki, havamı dəyişmə. Sən hava alırsan deyə mənim əziyyətimi artırası deyirsən ki, qardaş. Əziyyətini artırmıram ki, qardaş. Hələ də tökürsən amma yenə də. Biləmir, buraları bütün gün süpürürsən də. Haydan. Çətin deyil, əlimə yoxsa da. Əlimə yığmaq ehtiyac yoxdur axı, burada bütün yer, hər yer boşluqdur. Yəni, işi oldu da, qardaşım. Eynən, iş oldu da, yəni otursun. Qardaş, görürsən, mən əziyyət çəkirəm. Əlimə yığaqda çətin deyil axı. Süpürür, əziyyət çəkir. Sən də işləyə onu təzdən edirsən, təzdən süpürürlər sonra. Peyğəmbər s.ə.v deyib ki, kim bir günah görərsə, ona əli ilə müdaxilə eləsin. Əli ilə gücü yetməzsə, dili ilə müdaxilə eləsin. Əgər dili ilə də o şeyi dəyişdirə bilmərsə, o zaman qəlbi ilə düzəltməyə çalışsın. Allah razı olsun ki, en azından dilindən müdaxilə elədin, düzəltməyə çalışsın. Bu kimi qardaşlarım, bu kimi insanlarımızın olmağı lazımdır, yaxşıdır. Çox sağ olun. Sağ olun. Qardaş, yerə tökməyin, o zibil qab var, zibil qabına tökərsin. Qardaş, qora oturmuşuq 2 dəqiqə. Necə? Qora oturmuşuq 2 dəqiqə. Nə işin var sənin? Bura tökməyin, zibil qab var orada, zibil qabına tökməyin. Birazdan duracam da gəlib təmizləyərsən. Necə? Birazdan duracam gəlib təmizləyərsən. Danışa tökməyin. Yeyir atırsan onu. Baş, boy deyir də, təmizləyir də. Sən onu sənə borcun. Yox deyib, birazdan duracam da, onsuz da təzdən gəlib təmizləyəcək bura. Sən dolamırsan uçam. Yox, estağfurullah. Bir dənə blok götür, blokun içine atıyor. O sənə görə indi 10 dəfə gəlib buranı süpürməklə. Sən görmürsən kimsəsini çıxan yeri. Yox, niyə əsəb danışdı ki, o nə deməkdir ki? Sən onu aşağılayırsan da. Yox, nə aşağılamaq? Şiddən, qardaş, əmək haqqı alırsan da buna görə. Qardaş, əmək haqqımı ona görə almıram axı. Əmək haqqı, git blok götür, blokun içine. Zibil qab var, Mən də qardaş. seni çıxart istəyirəm. Alanda bir dənə də blok götürürəm, maşına atıram onun için. Sən deyirsən ki, sən birazdan deyirsən, bir də gəlib buranı süpürsən. Bu səndən əski yox. Səndən əski yox. Yox, estağfurullah. Və sonunda niyə elə eləyirsən? Yerə tökmə, sən o sənə görə 10 dəfə belə gəlib buranı süpürməlidir. Deyək də oradan ora aparacaq, oradan ora aparacaq, ora təmizləyə bilər. Bir dənə blok nədir? Sən hansı marketə girsən, onu sevmiş kanalda blok versən, bloka tök sonra da atsın. Adam elə hərəkət edir. Siz tamamilə düz deyirsiniz. Allah razı olsun. Bəli, səbirsiz, yox. Sosial eksperimentdə iştirak elədiyiniz üçün çox sağ olun. Yox, vallahi mən həmişə elə eləyirəm. Bax, görürəm kimsə küçədə biri sen çıxanı yerə atır. Maşının özündə acı avtobusa girsən, bir də görsən ki, küçə elə bir ki, bunun deyil. Hərə öz qapısından içəri. Götürüb oradan atırlar maşından. Elədir. Maşından tüfəl atanda elə bil ki, yoxa çıxır da. Bunda təmizlik var da. Bunda əziyyət çəkim var. Kimisi anasıdır, kimisi nənəsidir. Allah köməyiniz olsun. Sağ olasın. Sağ olun. Var olasın. Hə, bir yaxdan gəzirəm, dedim oturum bir istirahət eləyim, narahat eləyirsən. Sən nəyin narahat eləyirəm, qardaş? Mənim əziyyətimi artırırsan axı. Qardaşım, əziyyət deyəndə 5 dənə simskadı da bütün gün süpürmürsünüz.
Qardaş yerə tökməyin onu. Necə? Yerə tökməyin onu, süpürəcəm axı. Niyə tökməyim ki? Necə? Niyə tökməyim ki? Süpürəcəm axı qardaş. Sür də qardaşım, işin oldu da. İşim budur. Hə, sür də. İşim süpürməkdir qardaş. Sənin zibilin. Böyle atarsa zibil Yo, işləri oldu da qardaş, süpürsünlər də. Nə var ki? Qardaş mənim işim budur ya olmaqla. 5 dəqiqə oturdum ki, dincəlim, bir yaxdan gəzirəm. Bir dənə kıl yox götür və yaxud da ovucuna yığ, elə apar. Onu da bakın, şuna gətir, o da bu soyuqlar durur, sən də tökürsən də şey. Tökmə qardaş, zəhmət olmasa tökmə. Yo, nə var ki, burada? Səndən yaxşı duyuram, düz edəmirsən. Hərənin öz, bilsən, mədəniyyəti, hərənin öz düşüncəsi var. Sənin də düşüncən belədir. Nə demək istəyirəm? Demək istəyirəm ki, yəni, sən başa düşmədin də ki, onu atmaq olmaz yerə. O sənə çatmadı. Nə bilim, baxıram hər yer onsuz da bu dəqiqə zibildir də. Hara zibildir, burada zibil görürsən. Yarpaqlardır. Allahın təbiətin... Simska da təbii şeydir də. Simska da zibildək təbiidir də. Zibil onda Söyüş söymür. Yo, söyüş söymür. Təbii şeydir, söyüş deyil. Qardaş, söyüş söyməsəz gözəl olardı. Sosial eksperiment. Allah razı olsun, münasibət bildirirsiniz. Kamera da oradadır. Kamerada qardaşladı. Hə. Allah köməyiniz olsun. Bu şey yaxşıdan bir dənə söyüş söyməsəydiniz daha yaxşı olar. Allah razı olsun. Sağ ol.